Gəncə Dövlət Universitetinin nəzdində regional kollecin fortepiano şöbəsinin müəllimi Əsgərova Samirə Azad qızı. Mənim narazılığım dərs bölgüsündəndir. Ali təhsilli, qırmızı diplomlu 16 il stajım və imtiyazı ailə körpə uşaqlı tək ana olmağım nəzərə alınmayaraq mənə cəmi 390 saat dərs bölüb. Mənə bir qadın, ana kimi vəziyyətimi şəxsən Xoşqədəm müəlliməyə dönə-dönə izah etməyimə baxmayaraq o məni anlamaq istəmədi və başından etdi. İndi də hədələyici məktub göndərib və bildirib ki, mənim verdiyim dərs yükü ilə razı olmasanız, xitam verib işdən azad edəcəyim. Bir rəhbər kimi çox kobud, müəllimləri təhqir və təhdid edən bu insan haqqında ciddi tədbir görülməyini çox xahiş edirəm. Mən Əhmədova Ceyran Firuddin qızı, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin Mədəniyyət və İncəsənət şöbəsinin müəllimi. Mənim 35 il iş stajım var. İmtiyazlı ailəyəm. Məhrum yoldaşım 1-ci Qarabağ müharibəsi veteranıdır. Dövlətimin verdiyi imtiyazlı ailəyəm. Mənim ixtisasım bağlanmayıb. Buna baxmayaraq Xoşqədəm Xudayeva və Tərlan Qayıbova dövlətimizin qanunlarını heçə sayaraq mənim dərs saatlarımı 500 saatdan yarım ştata salmışdır. Və mənim evimə xəbərdarlıq məktubu yollayaraq təhdid edərək dərs yükümün imzalamasam işimə xitam veriləcəyini bildiribdir. Çox xahiş edirəm aidiyyatı qurumlardan bu haqda ölçü götürsünlər. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəlliməsi Məmmədova Gülşən. Mənim şikayətim dərs yükü barəsindədir. 312 saatım var. Bildirmişəm ki, ali təhsilli müəlliməyəm. Ortaq Tərlan Qayıbova Gəncə Dövlət Universitetinin diplomunu ali təhsil hesab etmir. Kollecimiz Gəncə Dövlət Universitetinin nəzdində ola həmin universitetin diplomu kollecimizdə hesab olunmur. Xahiş edirəm hüquqlarımı qorumaq üçün kömək edəsiniz və dövlət başçısından, hörmətli İlham Əliyevdən və hörmətli Mehriban Əliyevadan artıq dərəcədə xahiş edirəm. Biz müəllimlərin hüququnu tapdalamağa imkan verməyəsiniz. Mən Hüseynova Mətənət Regional Kollecdə uzun müddətdir rəhbərlik tərəfindən təzyiq və təhdidlərə məruz qalıram. Heç bir əsas olmadan dərs saatlarım kəsilib, iş şəraitim ağırlaşdırılıb. Bundan əlavə metodist Tərlan Qayıbova tərəfindən döyülmüş fən birləşmə rəhbəri Sevda Qarayevanın saxta şahidliyi ilə haqqım tapdalanır və mən psixoloji gərginlik içində yaşayıram. Sizdən artıq dərəcədə xahiş edirəm, baş verən qanunsuzluqları araşdırılması, mənə qarşı təzyiqlərin dayandırılması və hüquqlarımın bərpa olunması üçün mənə köməklik edəsiniz. Mən Məmmədova Sevinç Novruz qızı, Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən regional kollecdə musiqi nəzəriyyəsi fənni üzrə 35 ildir məsuliyyət və intizamla müəllimə vəzifəsində çalışıram. Təəssüf hissi ilə bildirirəm ki, kollecin direktoru Xudayeva Xoşqədəm Vidadi qızı tərəfindən mənə ayrılmış dərs saatlarından narazıyam. Xüsusilə vurğulamaq istəyirəm ki, dərs saatların bölgüsü zamanı şəffaflıq və ədalət prinsiplərinə əməl olunmur. Sizdən müvafiq tədbirlərin görülməsini xahiş edirəm. Mən Əliyeva Mətənət Salman qızı, 42 ildir ki, musiqi kollecində müəllimə işləyirəm. Ancaq buna baxmayaraq ki, Xoşqədəm Xudayeva gələn bir gündən orta ixtisas deyərək bizim dərslərimizi hamısını əlimizdən alıb, 300 saat mənə dərs veribdi. Öhdəmdə dializ xəstəm var, özüm ağır şəkər xəstəsiyəm, 1-ci qrupa 50 baxıram mən. Mən aldığım maaşla dolana bilmirəm. Xahiş edirəm sizdən artıq dərəcədə. Hansı quruma yazırıq, hansı tərəfə yazırıq, pozuruq, bizə baxan yoxdur. Xahiş edirəm bizim bu dərs yüklərimizə maraqlamasınız.